Ay camaat, hamınız bilirsiniz ki, mən prezidentin gəlini Alona Əliyevanın kimliyini ifşa elədim. Kim olduğunu, hardan gəldiyini, nə işlə məşğul olduğunu sizə danışdım. Bunu etməyimin sadə səbəbi var idi. Əliyevlər ailəsi Alonanı bizə təzə Mehriban Əliyeva kimi itələməyə çalışırdı. Bəzədilmiş kuklanı yavaş-yavaş Bala Heydərin böyründə gözümüzə soxurdular. Gələcəyin vitse-prezidenti kreslosuna hazırlayırdılar. Amma onun bioqrafiyasını bizdən bərk gizlədirdilər. Mənə də maraqlı idi ki, axı bu qız hardan peyda olub? Bala Heydəri necə qamarlayıb ələ keçirib? Və nəhayət hər şeyi tapıb sizinlə bölüşdüm. Mən Alona haqda silsilə videolara başlayan kimi hökumət də tez tələsik Alonanın yerlə bir olan imicini düzəltmək üçün kampanyalara başladı. Həftə 8, mən 9 bu qızı geyindirib keçindirib uşaq evlərinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yanına, məscidə, muzeylərə, sərgilərə aparıb şəkil çəkdirirdilər. İstədilər ki, Alonanı xeyirxah, mərhəmətli, xalqın dərdi səri ilə maraqlanan gənc qadın kimi qələmə versinlər. Düşük Instagram blogerlərinə də tezis verib dedizdirdilər ki, gəlin Alonanın keçmişinə baxmayaq, onun bugün gördüyü işlərə fokuslanaq. Lap yaxşı, çox gözəl. Mən də bu məsləhətə əməl edib Alonanın bu gününə fokuslandım. İlk videom yayılan gündən, yəni yanvarın 23-dən martın 18-nə qədər Alonanın nə hoqqa verdiyini araşdırdım. Nə görsəm yaxşıdır. Əliyevlər ailəsi bu ucuz kampanya üçün çox böyük pullar xərcləyib. Üzəçıxdı tədbirləri Azərbaycan xalqına çox baha başa gəlib. Yaxın oturun. İndi boğazımızdan kəsilən pulların hara xərcləndiyini danışacağım. Alonanın ilk səfəri Nizami rayonunda yerləşən autizm mərkəzinə idi. Güya Alona cəmiyyətin həssas qrupları ilə görüşür. Onların vəziyyətini bilmək istəyir. Bəs baxaq, Alona kimi bir şəxs bu insanların dərdini başa düşə bilərmi? Baxın, bu fotolar Alonanın autizm mərkəzinə ziyarətindəndir. Əynindəki pencək Miu Miu brendinə aiddir. Qiyməti təxminən 6700 manatdır. Pencəyin altından geyindiyi Miu Miu koftanın dəyəri isə təxminən 2800 manatdır. Bəli, adi qısaqol koftadan söhbət gedir. Əlindəki Fendi çantası isə təxminən 9500 manatdır. Ayağındakı ayaqqabı Ukraynanın Bashanə firmasındandır. Qiyməti 1300 manatdır. Gözündəki Dior eynək isə 670 manatdır. Açığı şalvarın qiymətini tapa bilməmişəm. Amma tapdıqlarımın ümumi dəyəri 21.000 manatdır. Təsəvvür edirsiniz? Alonanın bir dəfə evdən bəzənib çıxmağı çoxlarımızın illik gəlirindən 2 dəfə çoxdur. Amma bu hələ son deyil. Bundan az keçməmiş Alonanı Qaşalata adlı xüsusi qayğıya ehtiyacı olan gənclərin işlədiyi kafeyə aparıblar. Bu da Alonanın həmin gün geyindikləridir. Elə birinci əlindəki çantadan başlayaq. Yasifdə Zero markası 10.500 manat. Yves Saint Laurent ayaqqabısı təxminən 2700 manatdır. Gözündəki eynəyi də sizin bir aylıq maaşınız qədər, yəni 700 manatdır. Bu da elədi 14.000 manat. Paltosunu, şalvarını, vadalaskasını da araşdırıb üstünə gəlsək, yenə də 20.000 manat edəcək. Hə, necədir? Ləzzət eləyir? Bu isə Alonanın Qubadakı internatdan görüntüsü. Prada pencəyi 15.000 manat, 15.000. Yves Saint Laurent çəkmələri 4.000 manat. Koftası Ami Paris 300 manat. Şalvarını hələ hesaba qatmırıq ha. 20.000 manat da belə uçdu göylərə. Vur ey! Üzünüzə soyuq su vurun əziz izləyicilər. Bəlkə şokdan ayılasınız. Mən isə davam edirəm. Ölkədəki xəstə uşaqları, köməyə ehtiyacı olan insanları öz reklamı üçün istifadə eləyən Alona arada istirahətə də yer ayırıb. Gedib Göygölə, Göygölün kənarında oturmaq üçün ayağına geyindiyi Louis Vuitton batinkası 2500 manatdır. Gözündəki Chanel eynəyi 850 manatdır. Əyninə geyindiyi kurtka isə Mary Strauss brendinə aiddir və qiyməti 400 manatdır. Altdan isə Alo Yoga markalı qalın kofta geyinib ki, soyuq olmasın. Bu da elədi 400 manat. Onun da altından bir uzun qol geyinib 500 manat. Ay maşallah. Ay camaat, bu qız tonqal qırağında çay içməyə gedəndə 5000 manata yaxın pul silir. Hələ mən papağını, götünə bağladığı sviteri, şalvarı hesaba qatmamışam ha. Bunları da gəlsək, elə hesab edin ki,
10.000 manatın başına daş saldı. Geyinib keçinməyi, pulları pal-paltara sovurub keyf eləməyi sevən Alona bu dəfə moda sərgisinə gedir. O getməsin, kim getsin? Dünyanın ən bahalı brendlərini geyinsəm, mən də gedərdim. Valla, əl qərəz. Gəlin baxaq. Koftası Dubloj brendinə aiddir və qiyməti 1300 manatdır. Çantası Kait'te 4000 manatdır. Yubkası Fenzi 3000 manatdır. Ayağında da 2500 manatlıq Allaya tufliləri. Elə bil ayağında qızıl daşıyır. Nəysə. Bu moda sərgisi də Azərbaycan xalqına ümumilikdə 11.000 manata başa gəldi. Su için əziz izləyicilər, su için. Su canınıza xeyirdir. Yadınızdadırmı? Alonanı reklam eləmək üçün prezidentin köməkçisi Anar Ələkbərov onu bulvarda Novruz şənliyinə, oradan da sərgiyə aparmışdı. Güya Alona xalqın arasındadır. Güya Alona bu xalqın bir parçasıdır. Güya o da hamı kimi biridir. Gəlin baxaq, doğrudan da elədimi? Bax, əynindəki qırmızı plaş Rowan Rose brendinə aiddir və qiyməti 3000 manatdır. Ferragamo çantası 4300 manat. Victoria Beckham donu 2300 manat. Gianvito Rossi tufliləri 1500 manat. Cəmi cümü elədi 11.000 manat. Görəsən Alona xüsusi qayğıya ehtiyacı olan uşaqların yanına 11.000 manatlıq əyin başla gedəndə utanmır? Mən belə başa düşürəm ki, xüsusi qayğıya bu uşaqların yox, elə Alonanın ehtiyacı var. Onun ayaqlarına bahalı ayaqqabılar, qollarına bahalı sumkalar taxılmasa şəhərə çıxa bilmir. Amma məni ən çox yandıran bu görkəmi oldu. Alonanın güya qadınlara dəstəyini göstərmək üçün hökumətin nəzarətində olan Gender Hub təşkilatına qəfil tapşırıblar ki, bir həftəyə yarmarka təşkil olunsun. Kiçik əl işləri hazırlayıb dolanmağa çalışan zəhmətkeş qadınlar da gəlib orada satış eləsinlər. Alonanı da bəzəyib düzəyib güya qadınlara dəstək adıyla həmin tədbirə gətiriblər. Alonanın o bazburutlu mühafizəçiyə daşıtdırdığı çanta yadınızdadırmı? Bax, o Ferragamo çantasının qiyməti 3000 manatdır. Güya qadınların sahibkarlığına dəstək olan Alonanın elə gödəkçəsi Federica Tossi 1500 manatdır. Ayağındakı Totem brendinə aid batinkaları isə 1300 manatdır. Belindəki kəməri Miu Miu'dur. Qiyməti də bir Azərbaycanlı süpürgəçi qadının maaşından daha artıq, yəni 800 manatdır. Vallahi adam yanıb tökülür. Alonanın belinin kəməri zəhmətkeş qadınlarımızın aylıq qazancından necə çox ola bilər axı? Alona bu qədər pulu hardan tapır? Görəsən Alona əziyyətlə bir tikə çörək qazanmağa çalışan qadınların yanına 7000 manatlıq pal-paltarla getməyə utanmırmı? Hələ mən şalvarını, vadalaskasını hesaba qatmamışam ha. Gəlin indi də Alonanın İçəri şəhərdəki Xalça muzeyindəki vid fasonundan nəzər yetirək. Bax, bu yaşıl donu Etro brendinə aiddir və qiyməti 3000 manatdır. Balenciaga çantası 2800 manat. Ayağındakı Bottega Veneta tuflisi 1900 manatdır. Paltosu isə biraz kasıb malıdır. Yəni 500 manatdır. Əl qərəz. 9000 manata yaxın pul da belə getdi. Onu da nəzərə alın ki, mən moda eksperti deyiləm. Mən yalnız tapdığım markaları sizinlə bölüşürəm. Amma əlbəttə ki, tapmadıqlarım da çoxdur. Onları hesaba qatmıram. Bax, məsələn, Alonanın Gəncədə əyninə geyindiyi bu kostyumunun hansı brenddən olduğunu şərhlərdə qeyd edə bilərsiniz. Mən isə tapdıqlarımı sayım. Çantası Fenzi brendinə aiddir və qiyməti də 5200 manatdır. Xalqımız bu pulu banklardan 1001 zülmlə kredit götürür, sonra da illərlə bağlamağa çalışır. Alona ama bir dəfə sumka alıb, sonra qırağa atır. Gəlin Alonanın ayaqqabısına baxaq. Gianvito Rossi 2000 manat, gözündəki Prada eynəyi 800 manat. Hamısı birlikdə 8000 manat elədimi? Elədi. Day kostyumunu, vadalaskasını da özünüz üstünə gələsiniz. Haram pulları xərcləyən Alona bu dəfə Johann Lutheran kilsəsində imana gəlib, biraz ucuzvari geyinib. Kostyumu Rus dizaynerindəndir. Level markası, qiyməti də 1900 manatdır. Batinkaları Allaya 3200 manatdır. 5000 manat da belə getdi. Eynəyini, vadalaskasını da saysaq 6000'ə çıxır. Bu da
Alyonanın balaca uşaqlarla rəsm kursuna geyindiyi koftası Dolce Gabbana brendinə aiddir və qiyməti də 2800 manatdır. Alaya çantası da 5000 manatdır. Dəri gödəkçəsini, ayaqqabısını, şalvarını axtara bilmədim. Açığı hər şeyi axtarmağa adamın vaxtı da çatmır. Valla. Siz hələlik bir kofta, bir sumkaya verilən 8000 manatın izinə düşün. Mənim kasıb mərd izləyicilərim. Alona Əliyevanın 2 ayın içində təkcə evdən hazırlaşıb çıxmağa xərclədiyi pulların ümumi miqdarı 150.000 manat elədi. Bəli, 150.000 manat. Bir daha deyirəm, mən hələ bütün paltarları hesablamamışam. Bu ancaq mənim tapdıqlarımın qiymətidir. Tapmadıqlarımı da üstünə gəlsək, 200.000 manata yaxın bir vəsaitdən söhbət gedir. Bu qadın cəmi bir dəfə geyinib qırağa atdığı paltarlara 200.000 manat xərcləyib. 200.000 manat. Mən hələ Alonanın yanında gəzən çoxsaylı mühafizəçilərinin pulunu, onu gəzdirən maşın kortejini nəzərə almamışam. Başa düşürsünüz? Alona deməli gündəmdən yenə düşmür və yenə bir gözümüzə soxdular. Gözümüzə soka-soka gördük ki, bu adam hər dəfə bir yerə çıxanda yeni paltarla, yeni sumkayla, mən düşünürəm ki, bəlkə 200.000-dən də çox xərclənib. Mən buradan Alonaya səslənirəm. Heydər xəstə adamdır, işləmir, bir iş görmür. Sən görmədik ki, ya iş adamı olasan, və yaxud da bir yerdə çalışasan, maaş alasan, çıx xalqa izah elə, gedib görüşlərə gedirsən xəstə uşaqların yanına. Orada izah elə o xəstə uşaqların yanındakı o pulları sən hardan götürüb və belə bahalı sumkalar, bahalı paltarlar geyinirsən. Mən bunların ailəsini gözəl tanıyıram. Leylanı da, Arzunu da, Mehribanı da. Bunlar paltarı cəmi bir dəfə geyinir. Hara getsələr, onlar cəmi paltar, sumka bir dəfəlikdir. İkinci dəfə özünüz də baxıb axtara bilərsiniz. Gündəlik bu adam 30.000 paltara xərcləyirsə, deməli illik görün nə qədər pul eləyir. O pulları bizim qazilərimizə, qoca nənələrimizə, pensiya almayan adamlarımıza, həm xəstə adamlarımıza versələr, 100 dənə, 200 dənə ailə yaşaya bilər. Hər ay yeni ailələr. Yəni bir dəfə bunu geyindiyi paltarı, deməli 25 dənə ailənin aylıq bir maaşıdır. Maaşımız həddindən artıq azdır. Torpaq uduruq. Bütün müxtəlif dünyada nə qədər mikroblar var, biz onu uduruq. Elə deyir, Allahımıza şükür edin deyirlər. Bu pulu sizə veririk 260 manatı. Amma heç olmasa ayda bir dəfə ət alıb yeyək də. Zəhmətkeş Azərbaycan anaları ailə büdcəsinə qənaət eləmək üçün özlərinə təzə bir şey almağa qıymayanda qəpiyin üstünə qoyub bir təhər dolanmağa çalışanda Alona Əliyeva Bakıda bir evin qiyməti qədər pulu təkcə geyinməyə, bəzənməyə xərcləyir. Alonanın 2 ayda səpdiyi pulu insanlar illərlə yığa bilmir. Ailələr kirayələrdə sürünür. Gənclərimiz 500-600 manat maaşlıq iş tapmaqdan ötürü əlləşib vuruşur. Alona Əliyeva isə Əliyevlər ailəsi ilə birlikdə xalqın olan qalanını da sümürməyə davam edir. Necə deyərlər, meşədə çaqqal azı idi, biri də tramvayla gəldi.